Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən Əmili Səxavət. Bu videoda sizə Fibonacci ədədləri haqqında danışacağam. Həm Blockstream-də, həm də Python-da n-ci Fibonacci ədədinin tapılması alqoritmini quracaq bir yerdə. Başlayaq. Deməli, deyirik ki, Fibonacci ədədləri nədir? Adətən suallarda ilk Fibonacci ədədlərini 1 və 1 olaraq belə deyə götürməyimizi istəyirlər və yaxud biz 0 və 1 olaraq da qeyd edə bilərik. Deyirik ki, Fibonacci sırası elə bir sıradır ki, bu sırada hər bir növbəti hədd özündən əvvəlki iki həddin cəminə bərabər olur. Yəni, əgər əvvəlki həddlər 1 və 1-dirsə, növbətlər də olacaq 2, sonra 3, 2 və 1-in cəmi, sonra 5, sonra 8, sonra 13, 21, 34 və s. kimi bu sırayla davam edir. Eyni şəkildə ilk Fibonacci ədədlərini 0 və 1 olaraq da qəbul edəsək, sıra sadəcə belə deyək, bir addım dəyişir. Belə deyək, həddlərin yeri bir addım dəyişir, başqa bir fərq yaranmır. 3, 5, 8, 13, 21 və s. bu sırayla davam edir. İndi biz bu sıranı həm Blockstream-lə, həm də belə deyək, Python-la qurmağa çalışacağıq. Deməli, biz nəyi axtarırıq? N-ci Fibonacci ədədi. Tutaq ki, N 6 olsa, biz 6-cı Fibonacci ədədini axtaracağıq. İndi sualın şərtindən asılı olaraq yuxarıdakı kimi də götürə bilərik ilk Fibonacci ədədlərini, aşağıdakı kimi də. Hələlik mən yuxarıdakı formada yazacağım. Çünki adətən suallarda bu formada qarşımıza çıxa bilir. Deyirik ki, əgər bizdən 6-cı Fibonacci ədədini istəyirsə, baxıram bu ilk Fibonacci ədədidir, bu ikinci, bu üçüncü, bu dördüncü, beşinci və 6-cı Fibonacci ədədi 8-dir. Biz 8-i çıxışa verməliyik. İndi, biraz analiz edəsək, görərik ki, cümlə olaraq nə dedik? Hər bir növbəti hədd özündən əvvəlki iki həddin cəminə bərabərdir. Yəni, mənə cəmləmək üçün 2 dənə dəyişən lazım olacaq dövrün içində. Bunlara A və B dəyişənləri desəm, ilkin qiymətləri olar 1. Və növbəti hədd bunların cəminə bərabərdir dedik. Onda nə deyərəm? Deyərəm ki, bir dənə C dəyişəni götürək cəmi ifadə edilməsi üçün. Hər addımda C-yə mənimsədərik A və B-nin cəmi. A və B-nin cəmin mənimsədərik C dəyişəninə. Və fikir versək, biz nə dedik? Bu dövrü bir prosesdir və dövrün içində hər addımda A və B-ni cəmləyirik. Onda bu o deməkdir ki, mən ilk dəfə A və B-ni cəmləyəndə 2-ni tapdımsa, növbəti dəfə A və B-ni cəmləyəndə 3-ü tapmalıyam. Və bu səbəbdən dolayı A və B dəyişənləri əvvəl 1 və 1-i ifadə edirdisə, növbəti addımda dövrün ikinci addımında 1 və 2-ni ifadə eləməlidir ki, cəmləyib 3 tapın. Növbəti dəfə 2 və 3-ü ifadə eləməlidir ki, cəmləyib 5 tapın. Bunun üçün də nə etmək lazımdır? Hər bir A və B dəyişənlərin hər birini bir mərtəbə deməyək, belə deyək də, özündən sonraki hədlə əvəz etmək lazımdır. Yəni, A-ya ilkin qiyməti 1 idi, növbəti dəfə yenə 1 olsun, B isə növbəti dəfə 2 olsun ki, bunları cəmləyəndə 3 əldə edeyim. Sonra növbəti dəfə A 2 olsun, B 3 olsun ki, bunları cəmləyib 5 əldə edeyim. Bunun üçün də nə etməliyəm? A-ya B-nin qiymətini verməliyəm, B-yə isə növbəti həddi, yəni C-nin qiymətini verməliyəm. Deyirəm, onda A-ya mənimsət B, B-yə isə mənimsət C. Yəni, bu sayədə A və B dəyişənlərim Fibonacci sırasında növbəti hədlə əvəz olmuş olacaq. İndi bu prosesi Blockstream üzərindən göstərmək üçün, yəni başlayaq çəkməyə. Deyirik ki, girişə verilmiş N ədədinə əsasən N-ci Fibonacci ədədini tapmaq üçün alqoritm yazacaq. Dəqiqdir ki, dövrü bir proses olacaq. İlk növbədə nə edirəm? Təbii ki, N dəyişənini girişə verirəm. Deyirəm ki, N-i girişə ver. Daha sonra nə dedik? Bizə 2 dənə dəyişən lazımdır ki, Fibonacci hədlərini ifadə eləsin. Deyirəm, A və B dəyişənləri. A olsun 1, B dəyişəndə olsun 1. İlk Fibonacci ədədlərini 1 və 1 olaraq fərzlədik. İndi, təqiqdir ki, dedik, dövr prosesdir və dövr qurmaq üçün bir də I dəyişəni istifadə edəcəm və ilkin qiyməti olacaq I dəyişəninin 3. Niyə 3? Belə deyək də, I dəyişəni ifadə edəcək cari tapdığımız Fibonacci ədədinin nömrəsinin
Bu səbəbdən dolayı i-ni 3 olaraq götürürəm. Çünki dövr daxilində biz 3-cü Fibonacci ədədindən etibarən başlayacaq hesablamağa. Niyə? Çünki ilk Fibonacci ədədləri, yəni birinci və ikinci Fibonacci ədədi məndə var. Üçüncü Fibonacci ədədini isə dövrün içində hesablayacağam. İndi nə deyirəm? Deyirəm ki, dövr quraq. Nə qədər ki, i n-dən kiçik bərabərdir, dövr işləsin. Yəni bu suala hər cavab verdiyi müddətcə. Yox dediyi halda isə dövrdən çıxarıq. Və deyirəm ki, dövrün hər addımında i-ni bir vahid artıracam. i-yə mənimsət i plus 1. Və dövr daxilində isə nə edəcəyik dedik? Əvvəlcə Fibonacci ədədlərini cəmləyəcəm. Deyəcəm ki, c-yə mənimsət cari Fibonacci ədədlərinin cəmin, a və b-nin cəmin. Daha sonra isə b-nin qiymətini a-ya, c-nin qiymətini isə b-yə verəcəyik dedik. Düzdürmü? Deyirəm ki, onda nə ilə? A dəyişəninə mənimsət b-nin qiymətin, b dəyişəninə isə mənimsət c dəyişəninin qiymətin. Və keç sonra növbəti addıma. İndi bu dövr işləyib yekunlaşandan sonra mən tapmış olacağım n-ci Fibonacci ədədini. Yəni n girişə verilmişsə tutaq ki 6-cı Fibonacci ədədini tapacağam. Və sonda b və yaxud c dəyişənlərinin qiyməti olacaq belə 6-cı Fibonacci ədədi, yəni 8. Sonda isə nə edirəm? Sadəcə həmin tapdığım Fibonacci ədədin çıxışa verərəm. Deyərəm ki, b-ni və yaxud c-ni çıxışa ver. İndi eyni belə deyək, alqoritmi Python üzərindən qursaq, Python kodu ilə yazsaq, deyirəm ki, ilk növbədə nə ilə? N-i girişə ver, n-ə mənimsət int tipdən input. Daha sonra isə nə dedik? 3 dənə dəyişən götürdük ki, a, b və i dəyişənləri. Bunların da ilkin qiymətləri oldu. A və b üçün 1. I dəyişəninin isə ilkin qiyməti oldu 3. Daha sonra nə elədik? Dövr qurduq. Dedik ki, nə qədər ki, i n-dən kiçik bərabərdir şərti ödəyir. Yəni, while i kiçik bərabərdir n şərti ödəyir. Nə ilə? Dövr elə. Və dövr daxilində c-yə mənimsətdik a və b dəyişənlərinin qiymətin. Daha sonra a dəyişəninə mənimsətdik b-nin qiymətin. Və sonda isə b dəyişəninə mənimsətdik c dəyişəninin qiymətin. Və dövr yekunlaşdıqdan sonra nəyi tapmış olacam? N-ci Fibonacci ədədi. Və bunun üçün də dövrün daxilində i-ni də bir vahid artırıram ki, növbəti həddi hesablamağa keçsin. Dövrdən çıxdıqdan sonra isə burada yazarıq ki, print həmin bu c dəyişəni, yəni n-ci Fibonacci ədədin çap et. Fibonacci hədləri ilə bağlı müxtəlif sual nümunələri düşə bilir. Məsələn, deyir ki, n-ci Fibonacci ədədinə kimi bütün Fibonacci ədədlərini cəmlə, yəni ilk n Fibonacci ədədinin cəmini tapmaq alqoritm qur və s. kimi suallar düşə bilir. Bundan istifadə edərək, bu alqoritmdən istifadə edərək bu tip sualları həll etmək olar. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.